Halal uyğunluq sertifikatlaşması qida məhsullarının İslami qaydalara uyğun hazırlanmasını və istehlaka yararlı olduğunu göstərən xidmət növüdür. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sertifikat şöbəsinin müdiri Vüsal Əmirxanov bildirir ki, institut tərəfindən halal sertifikatı 2024-cü ildən verilməyə başlanılıb. Əsasən sertifikatlaşdırma fəaliyyətimiz ət və ət məhsullarının bunlara daxildir. Quş əti, balıq əti, ümumiyyətlə iri buynuzlu və xırda buynuzlu heyvanların kəsimi və ondan əldə olunan məhsullar, balıq məhsulları, qablaşdırmanı əhatə edən süd məhsulları və yumurta məhsulları ümumiyyətlə bu silsilədən sertifikatlaşma sahəmizə daxildir. Sertifikatlaşdırma fəaliyyətimiz dini ekspertlərin köməkliyi ilə həyata keçirilir. Sertifikatlaşdırmada qərəzsizliyi təmin etmək üçün, ümumiyyətlə şəffaflığı təmin etmək üçün bizdə müstəqil olaraq komitələr yaradılmışdır. Sertifikatlaşma fəaliyyətində dediyimiz kimi SIMEK standartlarına istinad edirik. Həmin standartlarda İslam dini qaydalarına uyğun olaraq şəriət prinsiplərinə əsaslanır. Qiymətləndirmələr əsasında da təbii ki, uyğundur və yaxud da uyğun deyil olaraq da qiymətləndirilir. Qiymətləndirildikdən sonra müəssisələrə 3 illik etibarlılığa malik uyğunluq sertifikatı təqdim olunur. Uyğunluq sertifikatı ilə bərabər uyğunluq nişanından istifadə hüququ da qazanır müəssisə. Qurum rəsmisinin sözlərinə görə kəsim məntəqələrində daimi nəzarət var. Həm video görüntü vasitəsilə məsafədən, həm də müəyyən vaxt aşırı, ümumiyyətlə xüsusilə də kəsim prosesinə daha həssas yanaşırıq. Standart özü də bunu bizdən tələb eləyir. Çünki dediyiniz kimi müəssisədə ilk öncə qiymətləndirmələr zamanı halal infrastrukturla bərabər halal səriştəlliyin olması, ümumiyyətlə qəssablara olan tələblər, infrastrukturunun qorunub saxlanılması, hər kəsin İslami qaydalardan xəbərdar olub olmaması da həm bizim ekspertlər tərəfindən, institutun ekspertləri tərəfindən, həm də müstəqil dini ekspertlər tərəfindən də yoxlanılaraq qiymətləndirilir. Hər il 6 aydan bir də belə qiymətləndirmə və periodik nəzarətlərimiz davam etdirilir. Biz onu demək istərdik ki, heç də hər üzərində halal nişanı olan müəssisə, halal uyğunluq nişanına qoyan müəssisə bu heç də belə deyək də onun halal sertifikatlı olmağını dəlalət eləmir. Bizim institutun halal uyğunluq nişanı verilən müəssisələr bizim web səhifəmizdə var, mövcuddur və oradan hansı müəssisələrə və hansı müəssisələrin hansı məhsullarına biz halal sertifikatı vermişik, onlar haqqında detallı məlumat əldə edə bilərsiniz. Məlumat üçün bildirək ki, ölkəmizdə halal sertifikatını Azərbaycan Standartlaşdırma İnstitutu da verə bilir. Əlin Oğuz Əliyev, Ayxan Şükürov.